Keçən bir Şeyx Hüseymin Rahiməhullah onun sözünə qaldı, Şeyx Albani vardı. Söhbət birisi müasir vaxtda Şeyx Albaniyə qarşı ittihamlar çoxalıb. O da nədən irəli gəlir? Yəni, əqidənin bilməməzlikdən. Əqidənin bilməməzlikdən onun nəticəsində görsən, cahilliyin nəticəsində alimlərə dil uzadılar. O da Şeyx Albani kimi. İttiham edirlər ki, göy ki, cəhmidir, göy ki, murcidir, sammoddadır, murci sözü. Ona görə yəni, bu kitab əslində bunu təkfirçi, qabaq istədiyimiz təkfirçi olub bu. Və keçən dərsimizdə danışdığı necə görüşüb şeyxlə, olan əxlaqın və s. Və Şeyx Hüseymin sözünə qaldı. Və sonra burada Şeyx Abdullah ibn Rəşid Əl-Ənəzi Hafizəhullah deyir ki, və Şeyx Hüseyminlə bir dəfə Şeyx Albani barədə söhbətim oldu. Çünki eşitmişdim ki, bəziləri Şeyx Albani barədə ittihamlar ilə ki, Şeyx bozalanda artıq hər şey başlayıb qarışdırmağa, əqidə məsələlərin və s. Yəni, alimdirsə dəryalı. O vaxt görürsən ki, sən ki, vallahi ağzına südü gəlir, Quran oxuya bilmir. Ərəbcə danışır ki, Şeyx Albani murciədir. Və həya olmalıdır insanda, həya, Allah qorxusu, hörmət. Ona görə Abdullah ibn Rəşid Ənəzi deyir ki, bir gün elə oldu ki, səfər elədim Şeyx Hüseyminin yanına və dərsindən sonra yaxınlaşdım ona və dedim, Şeyx Albani vardı ki, belə işələr işitmişəm və Şeyx deyir, qəzəbləndi Hüseymin, Rahiməhullah. Deyir, qəzəb də deyir, hətta bilindi üzündə. Və elə ki, söhbətimi qutardığım o ittihamları hamısını Şeyx Albani barədə və Şeyx də buyurdu ki, kim deyir ki, Şeyx Albani qarışdırır, o özüdür qarışdıran. O özüdür qarışdıran, Şeyx yox. Hətta deyir ki, Şeyx Hüseymin deyir ki, hətta şeyxlərin çoxusu Şeyx Albani'dən qabaq. Səhi, zəif, uydurma hədisi ayıra bilmirdilər. Yəni, ayırmırdılar daha doğrusu. Və görürsən ki, böyük şeyxlərdən hətta fitva verəndə də zəif hədisə istinad edib deyirdi və ya uydurulmuş hədisə istinad edib deyirdi. Lakin o vaxt ki, Şeyx Hafizəhullah, Rahiməhullah daha doğrusu, bu elmə xidmət elədi, səhih, zəif, uydurma hədisləri aydın elədi və onda cəmaat başladı, yəni bilməyə, hətta alimlər də fətvalarını başladılar düzətməyə, şeyxə istinad edib. Və sonra deyir ki, şeyx başladı ki, mənə ehtiyatlı ol, ümumiyyətlə alimlər vardı, ümumiyyətlə danışmağı, hətta eşitməyi məsləhət görmədi. Yəni, bu Şeyx Albani, Şeyx Hüseymin deyir, Şeyx Albani barədə. Şeyx Abbaddan Şeyx Albani barədə soruşanda, Şeyx Abbad deyir ki, o böyük alimdir, sünnəyə xidmət edən böyük alimlərdən biri olub, əqidəsi də düzgündür, gözəldir və ona tənə eləmək olmaz. Bunu Şeyx Albani deyir. Daha doğrusu Şeyx Abbad deyir, Şeyx Albani barədə. Və ümumiyyətlə deyir ki, insan ümumiyyətlə çox danışır və deyir ki, insan Allahdan qorxmalıdır, belə məsələlərdə dilin qorumalıdır və xüsusən də Albani barədə ancaq xeyri danışmaq lazımdır. Və sonra şeyx burada alimlərin fətvalarını gətirir. Ümumiyyətlə fətvalar yox, fikirlərin Şeyx Albani barədə və məsələn deyir ki, Abdullah ibn Abdüləziz ibn Aqid və dəfələrlə deyir Məkkədə dərslərində şeyxi tərifləyir və onun sələf olmağını qeyd edir. Və Şeyx Leheydan onun barədə deyir ki, xüsusən də onun barədə danışanlar deyir, onların nəsiyyətin budur ki, şeyxdən ancaq xeyir danışsınlar, Allahdan qorxsunlar. Və şeyx barədə danışır, deyir, necə Mədinə Universitetinin dərs verir, Şeyx İbn Bazın vaxtında və heç kəs onu murciəlikdə eşitməyib ki, hansısa fikrində murciədir, böyük alimlər, heç biri. Heç kəs eyb eləməmişdir, sağ vaxtı. Və həmçinin Şeyx Leheydan deyir ki, Rahiməhullah, Hafizəhullah,
baxmayaraq şeyxlə oturmamışam. Amma deyir, kitablarını oxumuşam. Xüsusən hədis barədə böyük xidməti olub. Və lakin bilmək lazımdır ki, Şeyx Albani də məsum deyil. Necə ki, Şeyx İbrahim Əli-Şeyx də, İbn Baz da, Abdullah ibn Hümeyd də, Abdurrazaq Afifi də və başqaları, Muhammed Əmin Şəqqid də, onlar heç biri deməyib ki, biz məsumuq. Hamısı da xəta ola bilər. Lakin o böyük alimdir. Və ona görə nəsiyyətim budur ki, hər bir elm tələbəsinə Şeyx Albani barədə nə pis sözləri dayandırsınlar. Və Şeyx Rabi Mədxəli, Hafizəhullah, o da yəni Şeyx Albani barədə gözəl danışır. Və Şeyx Rabi deyir ki, bir şey qəribədir ki, Şeyx Albani barədə danışırlar, ancaq Seyyid Qutb barədə susublar. Yəni kim ki, Şeyx Albani barədə ittiham edirsə, Seyyid Qutb barədə eləsin. Əgər o belə cəfakeşdir, əqidə cəfakeşi. Çünki Seyyid Qutb əqidəsinə fikir versən, əgər əqidədirsə o. Vəhdətül vücud, nə bilim, müsibət şeylər danışır. Doğrudan da Şeyx düz deyir, kim Albaniya danışmaq istəyir, Seyyid Qutbdan yer danışsın. Əgər o əqidə təmizləyən desə bu, Seyyid Qutb baxsın. Seyyid Qutbun bir dənə fikrin, biz desəydi o əqidə barədə nələr deyib o, və təkfir eləyirlər. Hələ deməmiş ki, təkfir eləyirlər. Görün, desəydi. Amma Seyyid Qutb barədə deyirlər, yox, olmaz. O, əladır. Deməli, kimdir murciə? Hələ təkfirçilər özləri, ixvanlar. Onlar ki, ittiham edirlər ircalıqda bizi, onlar özləri murciədir. Dəlil də Şeyx Seyyid Qutb. Seyyid Qutb dəhşətli küfürlər deyib, lakin deyirlər ki, o mümindir. Yəni, murciə əqidəsi budur. Neynirsə elə, onlar deyirlər ki, sən müminsən. Hələ əsl elə murciələr onlar özləridir. Amma Şeyx Albani ittiham edirlər. Ona görə Şeyx Rabi, Hafizəhullah, deyir ki, kim Seyyid Qutbda əgər danışmaq istəyirsə, Albani da danışır, Seyyid Qutbda danışır. Elhamdülillah deyir, Şeyx Albani öz sələfiliyini ispat edib və xüsusən də onun murciələr barədə kifayət qədər sözləri var, dərsləri Əbu Qudda Əl-Kavsari sonra murciələrə cavab verir. Məyər bundan sonra belə adam murciə adlanar mı? Əlbəttə yox. Və sonra Şeyx Suheymi Hafizəhullah, o da Şeyx Albani barədə dediyi ki, əsrdə sadəcə Peyğəmbər salsın yolunda iki böyük alim tanıyıram ki, böyük xidmət eləyib. Onlardan biri Şeyx Bin Bazdır və ikinci də Şeyx Albani. Rahiməhumullah. Və belə Şeyx yəni gətirir bu məsələni, müəllif gətirir bəzi şeyxlərin fitvalarına, ancaq bununla kifayət deyil. Hələ çox alimlər mötəbər, hətta Racihin özü, Racihin moddadırsa, Racihin özü, Leheydanın özü və s. Onlar da Şeyx Albani barədə onun sələf olmağın, murciə olmamağın və murciəlidən uzaq olmağın bəyan edirlər və ona görə kim ki Şeyx Albaniyə murciədir, o yalancıdır və böhtancıdır və cahildir. Və xüsusən əgər bunu avam deyirsə, laf pis gündədir. Allah subhanətələ bizə işin faydalarını etsin. Mələm, faydalar davam edir. İnşallah gələn namazlardan sonra davam edərik. Allah subhanətələ bizi sabit etsin. Amin.